Salam mənim şirin balaca dostlarım. Bugün sizinlə gilə meyvələr mövzusunu öyrənəcəyik. Hazırsınız? Onda başlayaq. Bu çiyələkdir. Çiyələk qırmızı və tirli bir gilə meyvədir. Onun üzərində balaca toxumlar olur, amma içi yumşaq və şirindir. Çiyələk C vitamini ilə zəngindir. Bu da immunitetimizi gücləndirir və bizi xəstəliklərdən qoruyur. Çiyələk yayda yetişir. Onun təravətli dadı uşaqları çox sevindirir. Həmişə yaxşı yuyub yemək lazımdır. Çiyələk həm dadlı, həm də faydalıdır. Mənim balaca dostlarım, bu isə qara gilədir. Qara gilə balaca və tünd göy rəngli gilə meyvədir. Dadı həm şirin, həm də az turş olur. Gilə meyvə gözlərimiz üçün çox faydalıdır və yaddaşı gücləndirir. Onun tərkibində C vitamini və antioksidanlar var ki, bu da bədəni infeksiyalardan qoruyur. Qara giləni təravətli yeyə və yaxud da şirəsini içə bilərik. Qara gilə həm dadlıdır, həm də sağlam həyat üçün vacib meyvələrdən biridir. Bu isə moruqdur. Moruq kiçik, yumşaq və şirəli gilə meyvədir. Moruğun tərkibində çoxlu vitaminlər və liflər mövcuddur. Moruq immuniteti gücləndirir və boğazı sakitləşdirir. Bu gilə meyvə yayda yetişir və uşaqlar arasında çox sevilir. Moruq həm təravətli, həm də dondurulmuş halda yeyilə bilər. Onun şirin dadı uşaqları çox xoşbəxt edir. Bu isə zoğaldır. Zoğal gilə meyvəsi turş və çox faydalıdır. O bədəni gücləndirir və xəstəliklərdən qoruyur. Zoğal həm təzə, həm də qurudulmuş halda yeyilir. Onunla kompot bişirilir və ən çox payızda yığılır. Zoğal vitaminlərə zəngindir. Uşaqların sağlam qalmasına kömək edir. Bu gilə meyvə bədən üçün çox vacibdir. Bu isə it burnudur. İt burnu balaca qırmızı və turş dadlı gilə meyvədir. Onun tərkibində çoxlu C vitamini var. İt burnu çayı soyuq dəyməyə qarşı çox faydalıdır. Bu gilə meyvə həm təzə, həm də qurudulmuş halda istifadə edilir. İt burnu immun sistemini gücləndirir və bizim balaca dostlarımızın sağlam qalmasına kömək edir. Bu isə üzümdür. Üzüm yaşıl, qırmızı və qara rəngdə olur. O şirindir, insana enerji verir. Üzümün tərkibində vitaminlər və minerallar var. Üzüm həm təravətli halda yeyilir, həm də kişmiş kimi istifadə olunur. Bu gilə meyvə ürək və beyin üçün çox faydalıdır. Üzüm uşaqlar arasında çox sevilir. Bu isə nardır. Narın içində çoxlu kiçik, şirin və yaxud da az turş dənəciklər var. Qanımızı təmizləyir və bədənimizi gücləndirir. Bu gilə meyvə həm təravətli, həm də şirə kimi yeyilir. Nar vitaminlərə zəngindir və bizim balaca dostlarımızın sağlamlığı üçün çox faydalıdır. Onun yeməyi həm maraqlı, həm də zövqlüdür. Bu isə qarağatdır. Qarağat qırmızı və ya qara rəngdə olur. Onun dadı turşdur və amma çox faydalıdır. Qarağat tərkibində C vitamini ilə zəngindir və bu da soyuq dəyməyə qarşı çox effektlidir. Bu gilə meyvə həm təravətli yeyilir, həm də mürəbbə və şirə üçün istifadə olunur. Qarağat bizim balaca dostlarımız üçün çox faydalıdır. Bu isə feyxuadır. Feyxua yaşıl rəngdə, yumşaq və şirəli gilə meyvədir. Onun dadı biraz bananı və biraz da ananası xatırladır. Feyxua boğaz və ürək üçün çox faydalıdır. Onu təmizləyib içini qaşıqla yemək olar. Bu gilə meyvə vitaminlərlə zəngindir və uşaqların sağlam qalmasına kömək edir. Bu isə tutdur. Tut ağacda bitən gilə meyvədir. Ağ, qara və yaxud da bənövşəyi rənglərdə olur. Tutun dadı şirindir və insana enerji verir. Bu gilə meyvə qan dövranını yaxşılaşdırır və bədəni gücləndirir. Tut həm təravətli, həm də mürəbbə kimi istifadə olunur. Uşaqlar onu çox sevir. Bu isə qarpızdır. Qarpız böyük, yaşıl qabıqlı və içi qırmızı şirin gilə meyvədir. O susuzluğu aradan qaldırır və bədəni sərinləndirir. Qarpız yay aylarımızda yeyilir və çox su ehtiva edir. Bu gilə meyvə sağlamlıq üçün çox faydalıdır və uşaqlar arasında çox sevilir.
Bu isə yemişdir. Yemiş sarı və yaxud da açıq yaşıl rəngdə olur. Onun tərkibi şirəlidir və şirindir. Yemiş bağırsaqları təmizləyir və bədəni gücləndirir. Bu gilə meyvə həm təravətli, həm də qurudulmuş halda yeyilir. Bu bizim şipşirin balalarımız üçün həm faydalıdır, həm də çox dadlıdır. Mənim şipşirin balaca dostlarım, bugün sizinlə gilə meyvələr haqqında öyrəndik. Kanalımızı izləməyi, bəyənməyi unutmayın. Unutmayın ki, yeniliklərdən xəbərdar olasınız. Hələlik.